Aha. Sonra deyirlər ki, baxmaq kanallarda. Mən deyirəm qardaş, sən məndə məsələn həmin bu məbləğ yox. Sən bu məhsulu al, sonra onu mənə sat. Sadəcə olaraq mən sənə bunu var vaxtdan sonra verəcəm. Onu necə eləmək olar ki, o ribaya girməsin? Bu məhsulu, yəni deyək ki, məsələn, maşın almaq istəyirsiniz. Maşın almaq istəyirsiniz, sizdə ona çatacaq məbləğ yoxdur. Hansı ki bir qardaşdır, onda o məbləğ var. Deyirsiniz ki, bu maşını mənim üçün al və sonra? Və sonra verin. Mən o vaxt bölürük qardaşım ki, qardaş, mən bu məbləği sənə bu vaxtda qaytaracağım. Məsələn, maşını almışıq 10 minə. Bəli. Qardaş, mən al bu maşını mənə satırsan 12 minə, amma mən bu 12 mini sənə Az ödəyəcəm. 2 ay alır. Bəli. Bəli. Sənin bankdan da olmaq aramdır. Bəli. Bankdan verir. Aydındır. Məsələ aydındır. Qardaşımız sual verir ki, deyək ki, bir nəfər maşın almaq istəyir. Onun əlində o məbləğ yoxdur. Müəyyən bir maşın almaq istəyir və bilir ki, filankəs qardaşda o məbləğ var. Ona müraciət eləyir. O qardaş da razılaşır. O maşını gedib həmən o pulu olan qardaş alır və o qardaşa, o maşını istəyən qardaşa 10 minə aldığı maşını 12 minə 12 aylıq verir. Sual budur. Bəli. Sual budursa, bəli, burada əgər müəyyən bir məsələlər var, onlara diqqət edərsək, burada icazəlidir. Necə? Əgər o qardaş gedir, maşını alır, təbii ki, birinci şərt odur ki, qardaş o maşını mülk eləməlidir. Maşına sahib olmalıdır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Lə təbi' mə leysə indək. Səndə olmayan şeyi satma. Birinci qardaş o malı almalıdır, onun sahibi olmalıdır. Ondan sonra, bəli, sizə 12 aylıq və yaxud hansısa bir müddətə artımla, yəni 10 minə alıbsa 12 minə, bəli, sata bilər. Birinci şərt odur ki, ona sahib olmalıdır. İkinci şərt odur ki, gecikərkən üzərinə heç bir summa gəlməməlidir. Deyək ki, 12 aylıq danışıb. Qardaş 3 aydan sonra görsən verə bilmir. Verə bilmədiyi məqamda bilirsiniz ki, riba verən yerlər nə edir? Hər gün üçün üzərinə pul gəlir. Ona görə də bu ribadır, faizdir və haramdır. Ancaq qardaş üzərinə pul gəlməməlidir. Və sual olunar ki, yaxşı, pul gəlmirsə, bu nətər baş verəcək, bu necə tamamlanacaq, verə bilmirsə? O məsələyə də indi gələcəyik. Üçüncü məsələ, möhtərəm qardaşlar, o maşını almamışdan öncə bu qardaş, hansı ki pulu verən qardaş, maşını alan qardaş ona qol çəkdirməməlidir ki, mən maşını sənə alacağam və sənə də satacağam. Və sənə də satacağam yox. Sən də mütləq məndən almalısan. Yəni, almamış akt bağlaya bilməz. Bildiniz necə? Satmaq fikrindən özü daşınsa bu qardaşa. Daşınsa, ona heç nə deməməlidir. Özü başqa adama satmalıdır maşını. Yəni, sata bilər də başqasına. Başqasına sata bilər. Niyə satanməsin ki? Hürdür adam, öz maşınıdır. Sadəcə dediyimiz ki, alan adama maşını almadı. Hələ maşını heç nə yoxdur ortada. İkimiz oturmuşuq süfrədə. Deyir ki, mən sənə maşını alacağam. Ancaq mən sənə bura qol çəkdirirəm ki, mən maşını alandan sonra mütləq mənim bu maşınımı sən almalısan. Qaçınmaq yoxdur. Yəni, bu şərti qoymamalısan. Bu şərti qoyarsa artıq o təhlükəlidir. O olmaz. Bu üç şərtə riayət edərsək, inşallah ki, o icazəlidir. Onu, o ticarəti etmək olar. Nəsə qaranlıq qaldı məsələdə? Bəli, qaranlıq. Hə. Bəzi qardaşlarımın yaxşı özü. Bəli. Satın pul verən mənə. Bəli. O qardaş gəldi məndən istər ki, sən maşını al. Və o da bəziləri onun suyu istifadə etməyəcək. Şəhərdə ki, ondan faiz gəlmir. Elə bunu 3 ay deyib, belə 1 il. Ay sağ ol. Elə o məsələni mən demək istəyirdim ki, yaxşı, gecikəndə üzərinə pul gəlmirik. Bu məlum məsələ. Dinimiz icazə vermir, haramdır, ribadır, biz artırmırıq. Ancaq necə eləyək ki, bu məsələ də həllini tapsın. Bəli, həllini tapsın. Pul qoyan adam da məzlum olmasın, ziyan çəkməsin. Onda nə edirik? Təbii ki, vaxt veririk ki, qardaş, bu pulu ödə. 5 gün, 10 gün, 15 gün vaxt veririk. Əgər ödəyə bilməzsə, onda nə edirik?
Həmən maşını qardaşdan götürürük. Qardaş çünki maşının hələ sahibi qardaşdır. Mülk onun adındadır. Qardaş maşınını götürür geriyə. Təbii ki, danışıq qabaqcadan olmalıdır. Qardaş, bax, bir ay ödəyə bilməzsən, mən sənə vaxt verəcəm. Fürsət verəcəm. Bir ay ərzində ödə. Ödəyə bilməzsən, maşını alırsan geriyə. Maşını çıxarsan satışa. Çıxartdın satışa, qardaşın öz haqqını, sən də sənə lazım olan qalan haqqını götürürsən və beləliklə məsələ öz həllini tapır və hər kəs də xoş bir şəkildə ayrılırlar və heç kimə də zülm olunmur. Qardaş sürücünə ona əlavə qala bilərsən, 2 ay məsələn sürür. Onsuz da 2 ayın pulunu ödəyib də. O pul ona geri qayıdır. Geri qaytarmır. O 2 ayın pulunu geri qaytarmır. Qalanları isə qaytarır. Yəni, ticarət tamamlanmalıdır həddisinə aid olaraq. Yəni maşını onun adına keçirməyə bilərsən satanda. Bəli, keçirməyə bilərsən. Ticarət tamamlanmalıdır həddisinə necə cəm edilmiş? Yəni ticarət bitməlidir də. Bu ticarət bitir də. Ha, əlbəttə bitir. Yəni sual var. Bəli. Bir qardaş var axı, o vaxtında bir ticarətlə məşğul olur. İndi ticarət haram üzərində olur, sırf haram üzərində olur. Və qardaş indi tövbə eləyibdi və bu haramdan əlində küllü bir miqdarda pul var. Bəli. Qardaş deyir ki, mən tövbə etmişəmsə, məsəl üçün bağışlanmışamsa, bu miqdarı mən özüm üçün bir iş qurub, halallaşdırıb bu işə davam edə bilərəmmi, yoxsa bunun pulun hökmü necə olur? Bəli. Qardaşımız soruşur ki, insandır, haram iş görüb. Haram işlər görüb, cahil olub. Küllü miqdarda özünə oradan pul qalıb və hidayətə gəlib. Xeyr, yəni elhamdülillah Allah hidayət verib və hidayət olanda da görüb ki, haramdan qazandığı böyük bir summa əlindədir. Bu nə etməlidir? Çox insanların başına gəlir bu. Bu pul onun halalıdır. Onu xərcləyə bilər, onu öz ticarətinə qoya bilər. O gündən ancaq artıq girməmək və o pulu harama istifadə etməmək şərti ilə onu özündə saxlayıb ticarətinə qoya bilər və öz işlərini görə bilər. Bəli. Yəni əlavə edə bilərəm. Bu indi hidayət olunduğu müddətdən əvvəlki dövr aiddir, yoxsa insan hidayət nemətinin içində ola da, məsələn hər hansı bir haram iş gördü, əlində müəyyən bir məbləğ olur. Bəli. Xüsusən də bu kriptovalyutaya görə deyirəm. Məsələn, indi qardaş tövbə eləyib Bəli. və əlində miqdar var. Bəli. Bunun hökmünü soruşmaq istəyir ki, mən bu məbləğlə nəsə edə bilərəm özüm. Əgər insan son nəticə nə vaxt olur? İnsan haqqı bilir ki, bu uca olmaz. Ancaq summa əlindədir. Və təbii ki, insanların haqları varsa onu qaytarmalıdır. Hətta hidayətə gəl. Bəzən insan fikirləşir ki, əlhamdülillah mən hidayətə gəldim, cahillikdə kimlərəsə borcum olub, mən onu qaytarmalı deyiləm. Yox, belə qayda yoxdur. Əgər hidayətə gəlmirsən, Allah sənə hidayət veribsə, cahillərin, hətta kafir olsa belə, kim olur olsun, onların mallarını, pullarını, haqlarını ədalətlə onlara qaytarmalısan. Əks halda qiyamət günü onun haqq hesabını Allah Subhanahu taala səndən soruşacaq. Deməyəcək ki, nəyə görə o insan cahil idi, filan qeyri-müsəlman idi və mən onu götürdüm, halal bildim. Yox, elə şey yoxdur. Elə bir qayda yoxdur. Haqq haqqdır. Allah Rəsulü xristianlarla da, yahudilərlə, qonşuları ilə gözəl davranardı, onlarla ticarət də eləyərdi. Onların haqlarını ödəyərdi. Haqlarını, yəni haqq insanın dininə görə heç kimə zülm oluna bilməz. Haqq haqqdır. Ona görə Allah sənə hidayət veribsə, hər kəsin haqqını özünə çatdır. Ancaq əlində qalan nəsə varsa halallın, bəli, ola bilər haramdan qazanmısan. Bəli, artıq o sənə məxsusdur və ondan istifadə edə bilərsən. Bəli. Allah sana. Yəni səfərə çıxanda maşında minit duasını oxuyub gedirsən, məsələn yolda marketə mi düşsən, namaz qılmağı, dəfələr 200 dəfə məsafədə. Hər dəfə maşına oturanda oxunmalıdır minit duası. Möhtərəm qardaşlar, səfər duası səfərə çıxarkən, yəni uzun duadır da bilirsiniz, o duanı maşına mindik, səfərə artıq yola çıxdıq, istiqamət aldıq, onda o dua oxunur. Ola bilər yolda insan istirahətə 5 dəqiqə, 10 dəqiqə düşsün, dəstəmaz alsın, çay içsin, su içsin. Yox, hər dəfə səfər duasına ehtiyac yox. Bir dəfə oxunur. Ancaq maşına minərkən oxunan dua ki var, Subhanəl-ləzi səxxara lənə həzə və mə kunnə ləhu muqrinin və innə ilə Rabbinə ləmunqalibun. Bu ümumi yalnız maşına minərkən oxunan duadır. Bunu isə hər dəfə maşına oturarkən
Miniyə oturarkən, bəli, oxunmaq müstəhəbdir, sünnətdir. Ancaq uzun o səfər duası ki var, o səfərdə bir dəfə oxunur. Bəli, bəli, Minikdə gedirsən 4 nəfərsiz. bəli. Bir nəfər miniyin duasını oxumaq kifayətdir, yoxsa hamısını oxuya bilər? Qardaş soruşur ki, minikdə gedərkən 4 nəfər səfərə çıxır. Onların biri səfər duasını oxumaq kifayətdir, yoxsa 4-ü də oxumalıdır? Bəli, hər kəs o duanı oxumalıdır. Ola bilər ki, biri oxusun, onlar təkrarlasın və yaxud da ki, hər kəs özündən məsuliyyət daşır. Hər kəs özü üçün o duanı kitabdan və yaxud da ki, kimsə xatırlayar, o da oxuyarlar. Bəli. Nəsə, ha, Peyğəmbər sallallahu əleyhi və səlləm ki, ticarət tamamlanmamış satmaq. bəli. Bəzən elə mal olur ki, mən əlimdə dövür, mən atılan başını misafir hər hansı bir yerdən sifariş eləmişəm, danışmışam. Bəli. 2 günə gəlir. Müştəridə mən indidən bir ala bilərəm. O işlə məşğul olursa da bu adam. Ha. Sırf o işlə məşğulsuz. Yəni o artıq o malı oradan da almısınız da. Almışam, bir də artıq sifariş eləmişəm, qardaş göndər gəlsin. Ha, göndər gəlsin, o deməkdir ki, artıq siz almısınız da. Bəli. Əgər bəli, siz o malı oradan almısınızsa artıq, bəli. Artıq o malı siz, o deməkdir ki, artıq göndər gəlsin, demək o nəyi daşıyır? Artıq o malı siz almısınız. Almadığın malı deyə bilməzsən ki, göndər gəlsin. Ona görə o sizə məxsus maldır. Ondan sonra ticarətinizi edə bilərsiniz. Bəli. Amma müştəridən demək olmaz ki, məsələn, tutaq ki, mənə deyir ki, hər hansı bir mal lazımdır. Bəli. Mən hələ əlaqə saxlamamışam ki, aldığım adamda bu var yoxsa yoxdur. Bəli, başdan deyəmərəm də, qardaş, sən mənə bir, mən maraqlanıb bu maldan var mı, gətirin. Yox, yaxşı olar ki, o malı tap, ondan sonra beh al. Tapmasa da belə qaytarır. Ha, bəli. Tapmasan da qaytar. Təbii ki, orada məsələlər necədir, möhtərəm qardaş? Bəzən insan olur ki, deyir, müştəri gəlir, deyir ki, mənə mal lazımdır. Deyir, məndə var. Məndə var sözü o nəyi nəzərdə tutur? Sədərəkdə var. O olmaz. Ancaq deyə bilər ki, o mal məndə yoxdur. Mən o sənə sifarişlə gətirə bilərəm. Açıq, şəffaf şəkildə də. Adam var, deyir, yox, məndə var. Nəzərində də hansısa bir ticarət mərkəzini tutur. Bu düzgün deyil. Hiylə sayılıdır. Bəli, hilədir də o. Məsələn, tutaq ki, müştəriyə mən deyirəm ki, bu məhsul, bu yağı mən biz çəkirəm. Bəli. Amma ben bu yağı başqa yerdən götürüb satırım. Müştərilər də məsələn satılan yerləri videosunu göstərirəm, reklam edirəm. Deyir ki, biz çəkək. Biz yəni sözün altında da o nəzərdə tutur ki, o Peyğəmbər sallallahu əleyhi və səlləm verəndə soruşur, hardansız sudan, o şeyi belə. Yəni müştərilər də elə başa düşür ki, onun imanına, ibadətinə də, yəni o ibadət əhli sanıb, başqa adamdan desə ki, o çəkən adam ibadət əhlidir, o yağı böyük ehtimalla satanmaz. Ancaq bunu elə ki, özünkiləşdirir ki, biz çəkirik, özümüz çəkirik, hansı ki, özü çəkmir. Bir dənə qonşu gəlib ki, qardaş, sən saqqal saxlayırsan, bu yağı harda çəkdin, bir dənə göstər görüm, niyə yalan danışsın? Yəni, çox böyük, məsələn, xatırladanda da əsəbləşir, yəni bir bu yəni hiylə sayılır. Bəli, hilədir də o. Yəni ki, sən deyə bilərsən ki, ola bilər, sənin şirkətindir. Şirkəti deyil. Başqa yerdən alırsa və deyə bilər ki, mən etibarlı yerdən alıram. Etibarlı yerdən o gətirirəm onu. Sən mənə yəni güvənirsənsə, mən də onu etibarlı bir yerdən gətirirəm. Ancaq deməsi ki, malı satılsın deyə mənim öz məhsulumdur, özümüz çəkirik, bu artıq hilədir, yalandır. Və yalanda da xeyir, bərəkət olmaz. Yəni, özüm demir, özümüz deyir ki, yəni bu ehtimal onun nəzərdə tutur ki, yəni özümüz yəni ta ki, hər hansı bir Məmməddən alıb satmır. Bu Məmmədi də özümüz sözünə beyində qatır ki, yəni günaha girməmək. Ola bilər, məsəl üçün, üzr istəyirəm, deyək ki, məsələn, hansısa bir insanla bunlar müştərək iş görürlər. Öz şirkəti deyil, ha. Sadəcə müştərək iş görürlər. Yoldan keçən bir adam deyil. Daimi işlədiyi bir adamdır. Bəli, yəni özümüzün adamıdır, özümüz düzəldirik, belə bu formada deyə bilər. Hansı ki, ondan daimi işləyir, daimi bir yerdə əməkdaşlıq edirlər. Bunların bir əməkdaşlığı var. Bu formada hardasa məsələ daha yüngüldür. Ancaq insan var, görürsən, kimisə nəzərdə tutur, hardansa gətirir və bugün bundan alır, sabah ondan alır, ancaq görürsən, deyir ki, özümüzündür. O düzgün deyil. Ticarətdə nə qədər düzgün olsaq, o qədər də xeyir, bərəkət olar, möhtərəm qardaşlar. Allah hər birimizi... Bəli. Bayaqlar dediniz ki, yəni
məsələsində tutaq ki, aldı bir nəfərə, deyək ki, bir illik aldı. Bəli. Ödədi 6 ay. Və yaxud da 6 ay ərzində az ödədi, biraz göz yumdu, məsələn, biraz sıxıntım var deyə, məsələn, müştəri arandı, bir ay gözlə, 2 ay gözlə, elə gəldi, məsəl üçün, danışdığımız müddət bitdi, amma maşının pulunun yarısı ödəndi. Hansı ki, o pulun hamısı sənin əlində olmalı. Həmin vaxtı bu başlayır, deyirsən ki, pul ödəmək lazım, deyir imkan yoxdur, belə elə. Həmin vaxtı, məsəl üçün, olur ki, sən də deyirsən ki, onda əgər yoxdursa, maşını gətir saxla bizim evin yanında. Bəli. Sürmə maşını. Bəli. Pulunu ödəyərsən, götürərsən. O da deyir ki, məsəl üçün, orada məbləğ, məsəl üçün, deyək ki, çoxdur da, ödəyə bilmərəm. Prosta bir səhvdir, olur, belə olur, belə olur, belə olur. İndi həmin vəziyyətdə nə eləmək olur? O da qayda deyir ki, məsəl üçün, maşını sağ, mənim pulum üstündən çıxarsa, mənim pulumu ver. Ya çıxmazsa da, indi baxaq görək nə tər eləyim. Mən də deyirəm ki, qardaş, mən maşını sata bilməm. Çünki maşını sənə satmışam. Maşını sən özüm satın. Müştərini özüm tutun. Çünki mən belə bir şey bilirəm ki, eşitmişim ki, yəni o maşını mən sata bilmərəm. Əgər ona satmışamsa, mən onun əlindən alıb sata bilərəm. Siz bəyək dediniz ki, dediniz ki, ola bilər. Hə. Yəni kim onu sata bilər? Yəni o Bu adam mən bu kişiyə satmışam. Bəli. Bu kişi Yox, bəli, bəli. maşın sahibi mənəm. Bəli, bəli. Bu da deyir ki, maşını yəni köməklə sataq. Bəli. Mən deyirəm, mən sata bilmərəm o maşını. Çünki maşını mən sana vermişəm, sən sata bilərsən. Yox, üzr istəyirəm, köməkləşib satmaq olar. Köməkləşib satmaq olar. Orada bir qadağa yoxdur. O mənim özümə deyir ki, məsəl üçün qalan summa yoxdur. Bəli. Həmin summa gəl qayıt maşını mənim özümdən götür, özüm al. Özüm al da ki, mən Yox. sizə satmışam, mənim borcum qalmasın. Hə. Yox, belə bir deyə, əgər elə deyirsə, o maşını götürür, icazə verirsə əgər onu satdığı adam, götürür, sata bilər və satır və hər kəsin də pulunu ədalətlə bölüşdürür. Məsəl üçün, mən deyək ki, 1 milyon rubla satmışam bu kişiyə maşını. Bəli. İndi onun da mənə qalıb 500 milyon rubla. Bəli. O da deyir ki, qardaş, bu günlər bazarın qiyməti da, o maşının məsələn satanda balaydı. Bu günlər bazar qiyməti ona elə 500 min. Bəli. O deyir, qardaş, maşını götürməyəm, sana necə bir borcum var. Sən 500 min sana ödəmişəm indiyə qədər. Bəli. Amma 500 min ödəməli deyil axı müəllim, ödəməli idi 1 milyon. Bəli. Gündəlik. Yaxşı, şimdi 500 mini versə artıq bitir də borc. O deyir bitir borcu. Yox, o tərəfdə razılaşırmı yəni? Qarşı tərəf. İndi məsəl üçün o satan adam, məsəl tutaq ki, satan mənəm. Bəli. Razılaşmağa haqqım varmı? Əgər razılaşsaz olar. Niyə olmur ki? Ticarətin yox. Sonra söz söhbət yarana bilər. Niyə yaranır? Məsəl üçün maşını mənə satmam belə işləyir. Bəli. Maşını baha satıramsa, qaydı ucuz ala bilmərəm. Yox, onu qaydı, o borc kimi sizə qaytarır onu. Onu borc satmır onu sizə. O borc qaytarır sizə. Məsələn, qardaşın dediyi bey'ül aynə deyirlər sizin dediyiniz məsələyə. O necədir? Məsələn, mən bu telefonu aldım. Kontaktdan aldım. Hansısa bir şirkətdən aldım. Və yaxud da ki, hansısa bir qardaşdan aldım. Bu qardaşdan aldım. Qardaş da kredit verir. Mən qardaşdan aldım, halal kreditdir də mənə verib, mən də 12 aya ödəyəcəm. Sadəcə mən qardaşdan bunu aldım 12 aya, deyək ki, 1000 manata. Ancaq mənim bu almaqda bir məqsədim var. Mən pul istəyirəm. Mənim pula ehtiyacım var. Mənim telefona yox. Nə üçün alır? Qardaşdan 12 aylığını alır 1000 manata. Aparır onu 700 manata nəqdiləşdirir. Nəqdi başqa adama satır. O olar yoxsa yox. Bu icazəlidir. 700 manatı əldə eləyir və qardaşın da hər ay 100 manatını ödəyir. Ancaq bey'ül aynə, qardaşın dediyi məsələ nədir? Mən bu qardaşdan bunu aldım. 1000 manata aldım. Mən indi bu 700 manata qaytarıb qardaşı sata bilərəm ya yox? Aha, haram olan budur. Başqasına sata bilərəm, ancaq qardaşın özü sata bilmərəm. Nəyə görə? Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, yəni bey'ül aynə deyirlər buna. Bu haramdır. Yəni aldığım şəxsə yerə sata bilmərəm. O borc kimi qaytarırsan. Və yaxud getdin satdı, o qardaş da o maşını satıb borcunu götürəcək. Borcun əvəzinə maşını verir. Ancaq satış eləyə bilməz ona. Çünki kredit verdiyin adama qaytarıb pulu həmən deyək ki, aldığın bir şeyi ona qaytarıb sata bilməzsən. Bəli, qardaşdan almışam, başqa bir qardaşa satıb pul əldə eləyə bilərəm. Bu icazəlidir. Bəli, məsələ aydındır yəqin. Bəli.
ikinci bir məsələ gəlir. Bəli. Bax, məsəl üçün, indi olur ki, vaxtında ödəmir, hələ vaxtına var, Bəli. danışıqlar var, gecikdirib, amma indi yəni bir yolunu çıxırsan. Amma bu vəziyyətdə gəlir çıxır, məsələn, vaxt bitib, borcu yarısı durur. Bəli. Maşın da durur məndə. Bəli. Bu da qayıdır mənə deyir ki, mən o maşının pulunu yavaş-yavaş ödəyimdə sən hansısa bir müddət vaxt ver. Hə. Mən o maşını məsəl üçün qayıdıb mənim özümə satsa, mən özüm götürdüm, borcunu bağladım. Bəli. O maşını təzədən yenə də onun özünə verə bilərəm, sata bilərəm yəni. Yox. Summanı qoyuram üstünə yenə də. Yox, yox, Yenə yox. verirəm, yenə kreditə. Yox, 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 yox. O olmaz, o olmaz, o olmaz. O artıq ticarət qaçışdı. Borcunu qaytardığını mənlə bağladım. Hə, bəli, Bağladım, onun ona borcu yoxdur. bəli. Mənim ona borcum yox. O deyir ki, o maşını qayıt mənim özümə yenə sat. O OC hilədir də qardaş. OC hilədir. Orada pul verə bilmir. Hə. OC hilədir. Artıq Artıq maşına mən xərc çəkmişəm, o maşını düzəltmişəm, qəzabım var belə. Xoşlayıram da mən o maşını. Xoş imkanım yoxdur sənin yəni pulunu verməyə bu dəqiqə. Mən qaytarıram, biz boşdan şoxlaşdıq sizdən. Sən səndən satışdan orada. sadəcə yaxşı olar ki, üzr istəyirəm, əgər elə maşını istəyirsə, hətta o maşını özünü istəyir. istəyirsə əgər onu satan sahibi ilə bir xahiş eləyə bilər ki, mənə biraz vaxt ver. Mən az-az ödəyim sənə, bağlayım pulu. Elə mənim özüm o da bax məsəl üçün vaxt almır, mənim də şərikim var. Bəli. Bax deyirəm 3 ay, amma görəm 3 ay yox, deyir məsələn 1 il mənə vaxt ver, 1 ilə ödəyim. O da uca alınmır. Yəni sən pulunu yatırmışdın ki, orada pul qazanasan. Bu da elə bir ondan istifadə edir, laqeydçidir, gedib başını kirələyir orada. Bu da yəni ödəmir də vaxt. Öz səhvləridir. Bəli. Yenə də deyir ki, O maşını istəyir, ancaq ki, o da gözəl qardaş, o da Allah qorusun, o gedir bir ticarətdə belə bir Allah Rəsulü bir şeyi də qadağan edib ki, lə bey'ətəyn fi bey'ə. Bir satışda 2 dənə satış eləmək də olmaz. Ona görə bu təhlükəli məsələdir. ancaq belə eləmək olar da, Bəli. məsəl üçün məndə başqa maşın var. Məsəl üçün o maşını götürürəm, şotu bağladım, Bəli. o maşını satıram başqasına. Bəli. Amma ona deyirəm, sən istəyirsən başqa maşınım var, gəl oturaq danışaq da yəni. O başqa məsələ. O başqa məsələ. O başqa. Ancaq bir satışda bir neçə satış eləmək olmaz. Bəli. Mən ev ki, bir sahə üzrə ticarətlə məşğulam. Məsəl üçün çeşid çoxdur. Hal-hazırda burada olduğum ambarda deyək ki, məndə olan çeşidin 30% var. Yəni hamısını gətirə bilmirəm, çünki məbləğ çox edir. Hə. Müştəriyə rahat şəkildə deyə bilərəm ki, məsəl üçün məhsul götür, deyirsən ki, bunların hamısı var. Bizdə var. Nə vaxt sifariş edib gətir. Yəni əlimizdə olmaq səbəbidir ki, yəni olan hamısını gətirsək, ona böyük bir məbləğ lazımdır ki, yəni hamısını gətirib ambarda bura yerləşdirmək. Yəni müştərilərə rahat şəkildə deyə bilərsən ki, sən hansı məhsul istəsən, bunların hamısı bizim yəni satışımızda var. Belə demək olar ki, bizdə sənin istədiyin malların çoxusu var, ancaq olmayanı da təşkil edə bilirik. Belə demək daha uyğun olar. Hə, təşkil edə bilirik. Yəni bu daha düzgün olar. Bəli. Bəs yaxşı şey. Hə, hə. Bir də məsəl üçün də kimsə deyir ki, mən maşın tapmışam, o maşını almayın, özünün kreditdə necə hansı şərtlərə, bu şərtlərin özünü qoy, bu maşını vermə. Məsələn, maşını mən tapmışam, xoşuma gəlir. Elə olar mı olmadı? Bayaq dediyimiz məsələdir, o elə. O icazəlidir də. Hə, o dediyi o məsələni. Ancaq yaxşı olar ki, adamın özü gedib alsın da. Hə, özü gedib alsın. Mən maşın tapmışam. Olar elə. Olar hə. Seçim elə bilər adam bu maşını mən istəyirəm. Ancaq dediyimiz kimi də o 3 dənə şərtə riayət bayaq saydığımız şərtlərə, yəni qol çəkdirməməlidir ki, hə mütləq məndən almalısan deyə. Düzdür? Hə də yox, almasa belə qabaqcadan deməli ki, birdən almasa belə deməməli ki, mən sənə görə aldım bu maşını, sən niyə almırsan? Ha, bəli, olur. Məsəl üçün bir nəfər deyir ki, mənə telefon almaq istəyirəm. Bəli. Deyir ki, məsəl üçün iPhone var. Yəni belə bir şey var mı? Mən deyirəm biraz gözlə, baxıram, deyirəm hə, məsəl üçün var belə bir telefon, alıb verə bilərəm sənə şərtini. Bəli. Alıb verə bilərəm. Bəli. O da deyir ki, nə, al onda, əgər yanında olanda mənə xəbər edirsən, danışar. Bəli. Mən də almam, indi deyirəm, almasınız, mən başqasını. Bəli. Yəni elə eləmək Olar. Olar. Bəli. Mən böyük günaha düşmüş müsəlman qardaşlarımıza, hansı ki Allahdan ümidini kəsənlərə, yəni şeytanın onlara vəsvəsə verdiyi qardaşlarına nəsədlər, yəni bu məsələdə yəni Allah İnşallah bununla da tamamlayaq da, hə? Çünki onda qardaş da, hə. Bəli. Bəli. Bilirsən, andın kəfarəsini ödəyərkən, Bəli. onu insan özü seçir, yoxsa geyindirmək, yedizdirmək, sonra 3 gün olur. Bəli. Mərhələ necə olur? Mərhələ əslində orada ayətdə gəldiyi kimi olmalıdır. İmkana görə dəyişir də. Geyindirmək, yedizdirmək, sonra da oruç. Yəni o elə məsələn tutaq ki,
10 nəfərə yedirilmək imkanım varsa, Bəli. oruç tuta bilmərəm də. Orada bəzi alimlər gətirirlər ki, deyək ki, həddindən artıq çox imkanlı bir adamdır. Onun üçün yedizdirmək demək olar ki, heç nədir. Nəinki 10 nəfər, istəsən 100-lərlə adamı yedizdirsin. Artıq onda and içmək artıq nə olur? Adiləşir və səhlənir. Onda alimlər deyirlər ki, onun üçün oruç tutsun. Demək nəfsən hansı Hansı ağırdır, onu tutmalısan birinci. Hə. Çünki o insana halına görə fərqlənir, alimlər gətirirlər onu. Çünki insan var, onun üçün yemək yedizdirmək o heç nədir o. Sən gündə 100 nəfər yedizdirsən. ardıcıl olur. Bəli, bəli. Ona görə nəfsə hansı daha ağırdır, ondan gedir. Bəli. Qardaş soruşur ki, ticarətin içində ticarət nədir? Allah Resulü sallallahu əleyhi buyurur ki, bir ticarətdə iki ticarət etməyin. Yəni ticarətin içində ticarət odur ki, məsələn, qardaş gəlir mənə deyir ki, qardaş, mən məsəl üçün telefon satıram məsələn. Məndə kredit də var, nəqdi də var. Qardaş gəldi ki, mən qardaş almaq istəyirəm, bu telefonu səndən alıram. Ancaq bilmirəm ki, bunu mən alıram almağına. Ola bilsin krediti ödədim, ola bilsin nəqdi ödədim. Bu nə oldu? 2 dənə ticarət. 2 ticarət. Ona görə dinimiz nə buyurur? Seçim etməlisən, ayrılmamışdan öncə. Ona deyirlər, bir ticarətə 2 ticarət. Yəni adam telefonu alıb gedir. Gedim fikirləşim, görüm vəziyyətimə görə, mən almağına aldım səndən bunu. Sadəcə, ola bilər nəqdi ödədim. Ola bilər də ki, az-az ödəməklə ödədim. Bu cür ticarət qadağandır. Ona görə Allah Resulü sallallahu nə deyir? Əl-beyyi'anu bil-xiyari mə ləm yətəfərraqa. Alıcı ilə satıcı ixtiyar sahibidir. Nə vaxta kimi? Məclisdən ayrılana kimi. Məclisdən ayrıldılar, artıq heç birinin dəyişmək haqqı yoxdur. Ondan sonra üzr istəyirəm. Allah Resulü deyir ki, əl-muslimunə alə şurutihim. Müsəlmanlar şərtləri üzərədir. Nə şərt bağlanıbsa, onun üzərində də getməliyik. Bəli. Bir də məsələn telefon saxlası da görürsünüz. Bəli. Sən telefonla gəlib bir neçə verirsən, mağazada başqa qiymətdir. Mən deyirəm məsəl üçün 40 min rubla verirəm, gündə 1000 rubla ödəsəm. Bəli. Deyir yox, mənim 1000 rubla gücüm çatmır. Deyirəm onda 45 min rubl, gündə 500 rubl. Yəni o 500-dən olanda vaxtı çox uzun deyil. Bəli. Neçə ay qalır. Ona görə də məsələn deyirəm ki, 500 rubldan bu biraz üstünə artırıram da. Deyirəm şərti sırası deyirəm. Deyirəm bax bu var ticarətdə. Bu iki dənə şey sayılır ki. Yox, seçimdə birini seçməlidir. Əsas odur ki, Sırası. bəli, sırası seçimdə birini seçməlidir. Yəni o satan üçün deyirəm ki, Yox, əsas odur ki, seçim bir olmalıdır. Qardaşın sorunları. Bəli. Hansı? Hansı qardaş? Suallar tamam. Qardaş nəsə demək istəyir? Ha? Bəli. Bəli. Əgər bir insan beh verirsə, behin dalınca gəlmirsə, möhtərəm qardaşlar, burada alimlərin 2 rəyi var. İnşallah ki, üstün rəy odur ki, o beh bata bilər. Nəyə görə bata bilər? Çünki birincisi sənin müştərilərdən məhrum eləyib. İkincisi gəlməyib. Üçüncüsü sənin malının dəyərdən düşməsinə səbəb olub. Və çox səbəblər var. Ona görə artıq o beh bata bilir bir çox alimlərin rəyinə görə. Bəli. Axırda qardaşın... Bəli, buyurun. Bir qardaş marketdən maşın gətirir. Bəli. Dediyimə görə bir çox qardaşlar aldadıb falan. Bəli. Bu maşın, misal üçün, fikirlərsən ki, bunu necə olmalıdır? Çünki qardaş təzə qardaşdır və belə şey qardaşdır. Maşının belə bir şəkəsində olmalı ki, qardaş, maşının pulunun tam yarısını sənə ödəyirəm. Sənədləşmə də sənin adına olur. Bir nəfər şahid durur. Misal üçün, maşın gəlib bura çıxana kimi də sənin pulunu tam ödəyəndə sən maşın keçirsən mənim adıma. Razı olsa video çəkilişləri, olmasa şahid. Onun adına olur. O xaricdən onun adına gəlir. Yəni, sadəcə məndə biraz risk olur ki, mən də o qardaşa etibar edirəm. Yəni, orada şahid video çəkmək. Sual aydın olmadı mənə. O qardaş xaricdən maşın gəlir. Bəli. Mən tam şəkildə o maşının pulunu ödəməyə bu dəqiqə pulum yox. Pulunuz yox. 2 ay
Bəli. Amma onun yarısını ödəməyə pulum var. Bəli. Qardaşım deyirəm ki, qardaş, Alan da sizsiz. alan mənə. Bəli. O Yarısını- sifariş gətirəndir sadəcə. Bəli, bəli. Yarısını verirəm, sənin adına sənədləşdirirəm. Və sənin qardaşlar Allah'ın. Bəli. Yəni deyirsən ki, ən çox mənim qardaşlar Allah'dır. Buradan məsələn, belə də başqalarına istəyəndə elə şey. Sənin adına sənədləşdim. Azərbaycana inşallah gəlib çıxanda məndən bax, sən pul tam ödəyərəm. Maşını elə ki, təzədən Bəli. satarsın. Sadəcə orada məsələn şahidlər, video çəkiliş, mən tərəfdən biraz risk olur. Onlar o qədər risk olmur, amma mən tərəfdən risk olur. Yox, şahidlər olmalıdır da. Çəkiliş də olsun, şahidlər də olsun. Burada nə problem var ki? Elə eləmək olar da. Onlar niyə olmur ki? Nə qədər şahidlər, sübutlar çox olsa o qədər yaxşıdır. Şeytana o qədər də qapılar bağlanır. Hətta bilirik ki, bizim üzərimizə ən çox insanlar, müsəlmanların zəif məqamlarından birisi odur ki, adi borc alanda qardaşdan borc istəyir, 1000 manat borc istəyir. Deyir ki, gəl oturaq yazaq. Görürsən, qarşı tərəf inciyir. Əgər o qarşı tərəf inciyirsə, deməli bu Allah və Rəsulunun gətirdiyi qaydalara riayət etmək bunun nəfsinə ağır gəlir. Onun özünə görə demir ki, Allah Subhanahu taala Bəqərə surəsində deyir ki, ya eyyuhellezine amanu, ey iman gətirənlər, İzə tədəyentum bideynin ilə əcəlin musamman fəktubu. Ey müsəlmanlar, ey sizdən birinizdən borc aldığı zaman nə deyir? Fəktubu, yazın. Artıq yazın deyir, Rəbbimiz deyirsə yazın. Çünki nəyə görə yazın deyir? Çünki şeytan var. Şeytan sabah ortaya girəcək, sizdə düşmənçilik yaradacaq. Hətta nə deyir? 2 dənə kişi şahid, 2 dənə şahid olsun. Şəhidəyni. 2 dənə şahid olsun. Bunlar hamısını Rəbbimiz, bizi yaradan Rəbbimiz bilir ki, şeytan ortaya girib və girir də və qardaşları bir-birinə düşmən də eləyir. O deyir ki, yox, mən səndən bu qədər almamışdım. O deyir ki, yox, o qədər almışdım. Filan vaxtı almamışdım. Filan şərti qoymamışdıq. Filan günə kimi danışmamışdıq. Yazı olanda ortadadır. Şeytan yoxdur ortada. Oxuyursan, bu 1, 2, 3 hamısı yazılır. Hər kəs də qol çəkir. Artıq burada heç kimin mübahisə etməyinə bir yer qalmır. Bəli. Şeyx, bəs belə eləmək olar mı? Uzaqdan məsələn bir qardaş başqa bir vilayətlərdə borc istəyirsən, göndərir sana, razılaşdırırlar. Olar mı WhatsApp-da o səsləşmə ilə iştirak etmək, sana bunu göndərdim. Bəli, yazı yəni, WhatsApp yazısı ilə. Yox, prosta səsdən desə, mən deyirəm ki, qarşı təsdiq elədim, həqiqətən də düzdür. Olar, olar. Bəli. Mən əlavə edirəm. Bəli. Qardaş, məsələn, borc istəyəndə xahiş edir ki, heç kimə demə, məsələn, 100 manat istəyir. Deyir, xahiş edir ki, heç kim bilməsin, mən sənə imkan olanda göndərəcəm. Bu əslində düzgün söz deyil, heç kim bilməsin. O düzgün, əgər sən düzgün istəyirsənsə, o düzgün söz deyil. Hamımızın, nəyə görə? Utanır da yəni zafarlı deyərlər. Yox, qardaş, bax, gözəl qardaşlar. Hər bir insanın borc verməyə də, borc almağa da ehtiyacı olur. Həyatda heç kim deyə bilməz ki, mənim borca ehtiyacım olmur. Hamımızın olur. Borc almaq vaxtımızda olur, borc verdiyimiz vaxtımızda olur. İnsanıq da. Bugün neymətlər var, sabah azdır, sabah ehtiyacım var. Həyatdır da. Ona görə nə qədər ki, sünnəyə riayət eləsək, o qədər də xeyir bərəkət olar. İnşallah namaz girib deyən, ha? Hə, Elnur qardaşın sualını da tamamlayaq inşallah. Qardaşın... Bir dənə sual vermək olar. Ha, bir dənə verin. Bəzi qarilər məsələn o Quranda Rasul oxuyur, axırda bəzi qarilər məsələn namazda əmin deyir. Yəni bu demək olar, məsələn Quran oxuyursan, dua ayəsi gəlir ya orada. Məsələn o duadan sonra əmin demək olar. Əslində, qardaşın dediyi məsələdə hansı ki, əmin demək məsələsi, əmin nə deməkdir ümumiyyətlə? Allah Qəbul et, yəni, əstəcib, yəni, qəbul et, yəni, demək. Yəni, bunu demək olar, bir qəbahət yoxdur burada, bir qadağa yoxdur. Yəni, ümumən, olub ki, bəzən sahabələrdə oxuyanda, rəhmət ayələrinə çatanda rəhmət istəyərlər Allahdan. Əzab ayətləri çatanda əzabdan Allaha sığınardılar. Elə dualar edərdilər, bəli. Bəli.
Sonda qardaşın bir məsələni gətirdi. İnşallah qısa, düzdür, məsələ biraz geniş məsələdir. Ancaq vaxtı azdır. Qısa da olsa o məsələyə toxunaq və inşallah tamamlayaq. Allah hamıya bərəkət versin. Qardaşımız böyük bir məsələyə toxundu. Hansı ki, necə idi sual? Böyük günahlara düşmüş müsəlman Allahdan ümidini kəsməz. Böyük günahlara düşmüş insanlar görürsən ki, ümidini üzürlər və həmçinin də o günahdan qurtara da bilmirlər də bəzən. Onu təbii ki, böyük bir məsələdir, ancaq qısa bir, az da olsa xatırladaq ki, inşallah fayda olar. İlk öncə bu məsələdə sizə bir kitabı tövsiyə edeyim. Hansı ki, İbn-i Qayyim Rahiməhullahın yazdığı kitabı bəlkə də eşitmişsiniz çoxunuz. Cavabul Kafi kitabı var. Yəni kifayət qədər cavab. Kitabın adı belədir. Limən səələ an suəl-i şəfi, hansı ki sual verir bir nəfər İbn-i Qayyim Rahiməhullah deyir ki, ey imam, mən günahlar edirəm və o günahlardan qurtara bilmirəm, qurtula bilmirəm onlardan. Nə edim? İmam İbn-i Qayyim Rahiməhullah təxminən 300 səhifəli bir kitab yazıb. Kitabın bir-iki dənə adı var. Adlarından birisi də Əd-Dəu və Dəva. Dərd və dəva. Dərd günahdır, dəvasını da orada gətirir. Mən deyərdim ki, bu məsələdə yazılan ən gözəl kitabdır. Hansı kitab? Dərd və dəva. Rus dilində də var, Türk dilində də var, bilmirəm, Azərbaycan dilində də var. Azərbaycan dilində də var. Demək olar, hər dillərdə var. Çox gözəl kitabdır, möhtərəm qardaşlar. Bu məsələdə o kitabı çalışın, oxuyun. Yəni, insandır, bəzən günaha düşür və ondan qurtara bilmir. Orada 300 səhifə kitabdır, təxminən. Orada gözəl şəkildə izah edir ki, necə eləyək ki, günahlardan qurtaraq. Və möhtərəm qardaşlar, insan nə günah edirsə etsin, Allah qorusun, bilməlidir ki, Allah Subhanahu wa Ta'ala onu bağışlayır. Necə ki, Zumar surəsində Rəbbimiz buyurur ki, Lə təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. İnnəlləhə yəğfiruzzunubə cəmi'a. Həqiqətən Allah bütün günahları bağışlayandır. Sadəcə insan günah edərkən fikirləşməsin ki, tövbə edirəm və yenə o günahı edərəm. Əgər belə bir günah edərsə, belə bir tövbə edərsə, Allah qorusun. Onun qəbul olunmasına Allah qorusun. Çünki o niyyətlidir ki, yenə günah etsin. Ancaq tövbənin şərtlərindən də birisi nədir? Etdiyin günaha tərk eləməlisən. 4 dənə şərti var da. Onu 4-ünü də saysaq daha gözəl olar. Tövbənin şərtləri, etdiyin günahı tərk etməlisən. İkincisi, etdiyin günaha peşman olmalısan. Üçüncüsü, etdiyin günaha bir daha qayıtmamağa söz verməlisən. Ən əsası da birinci nədir? Onu əslində birinci saymaq, ixlas. İxlasla Allah üçün tövbə etməlisən. Bu 4 dənə şərt olarsa, böyük günahdan bu 4 dənə şərtlə tövbə eləməliyik. Bu 4 şərt olmazsa o tövbə qəbul olunmur, möhtərəm qardaşlar. Ona görə tövbə edərkən bu 4 dənə şərtə riayət etməliyik və Allah Subhanahu wa Ta'ala'nın rəhmətindən ümid üzməməliyik. Necə ki, Zumar surəsində də Rəbbimiz buyurdu. Və günahlar, necə ki, alimlər də gətirirlər, böyük günahlar, əgər insan israrlı olarsa, onun üzərində ölməsinə səbəb olar. Allah qorusun. İnsandır, günahı eləyir, tövbə eləyir, günahı eləyir, tövbə eləyir. Bəli, tövbələr bağışlanır, əgər ixlasla olarsa, bu 4 şərt yerində olarsa, hər zaman Rəbbimiz onu bağışlayır. Hətta ki, günəş batdığı yerindən doğmadıqca və bir də ruhumuz hülquma çatmadıqca. O iki məqam yaranmadıqca tövbələr bağışlanır. Ancaq insan bəzən görürsən ki, bunu əlində tutaraq gecə-gündüz günah edir. Və əmin olmalıdır ki, əgər davamlı olursa günahlarda, böyük günahlarda və bilsin ki, bir gün o günahın üzərində dünyasını dəyişəcək. Dəyişə bilər.
Nəyə görə? Çünki deyir ki, kim nə ilə yaşayarsa, onunla da gedər. Çünki davamiyyətli sən bir günahı edirsənsə və əmin ol ki, o günahın üzərində getmək təhlükən böyükdür. Ona görə hər zaman çəkinmək lazım ki, Allah qorusun. Düşün ki, o günahın üzərində Rəbbinin qarşısına həşr olunarsan və sən əbədi həyatda təhlükə ilə üz-üzə qalarsan. Ona görə insan günah edərkən müminin halını necə ki vəsf olunur, sanki deyir dağlar üzərinə gəlir. Müminin, günah edən mümin elə günah etdiyi zaman sanki dağlar üzərinə, qorxu içində olur. Həmən tövbə etməyə çalışır ki, birdən ölərəm, o günahın üzərində gedərəm. Ona görə hər bir günah edən insan çalışmalı ki, tövbə etsin. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Kullu bəni Ədəmə xatta, hər bir Adəm övladı xətakardır. Və sonra buyurur ki, və xayrul xattainə təvvabun. Və xəta edənlərin ən xeyirləri kimlərdir? Tövbə edənlər. Ona görə tövbəni tələsdirməliyik. Və sonda da bir ayət kəlmə ilə tamamlayaq. Rəbbimiz buyurur ki, o kəsləri mədh edir, tərifləyir. O kəslər kimlərdir? Deyir ki, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللّٰهِ Deyir o kəslər وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً Fühuş günah edərlər. اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ Nəfslərinə zülm edərlər. ذَكَرُوا O anda Allah'ı xatırlayarlar. Qorxub Allah'ı xatırlayarlar. Düşünərlər ki, mənim Rəbbim var, məni cəzalandırar. Birdən o günah üzərində ölərəm. Nə deyir? O kəslər ki, fühuş əməl edərlər, nəfslərinə zülm edərlər, günah edərlər və o məqamda zəkarullaha Allah'ı xatırlayarlar və nə edərlər? Fəstəğfəru li zunubihim Günahlarından Allah'tan bağışlanma istəyərlər və bilərlər ki, innallaha yəğfiru zunubə cəmiə Allah bütün günahları bağışlayandır. Ona görə mümin nə günah edirsə etsin, əslində etməməlidir. Birdən etdisə də birinci edəcəyi tövbə olmalıdır. Bir daha günaha qayıtmamaq niyyəti olmalıdır içində. Etdiyi günahdan peşman olmalıdır. Nəyə görə tövbənin 4 şərti var? Siz elə bilirsiniz ki, günah, böyük günah etdik. Estağfirullah deməklə işimiz bitir, yox. 4 dənə şərt olmadan o günahdan qurtulmaq yoxdur, möhtərəm qardaşlar. O mühüm məsələdir. İxlas, günahı tərk eləmək, günaha peşman olmaq, bir daha qayıtmamağa söz vermək. Bu 4 şərt olmalıdır ki, sən qiyamət günü ondan getməyəsən o günahla. Allah hər birimiz günahlardan qorusun. Allah subhanahu wa ta'ala hər birimizi eşli faydalanlarını etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina ve habibina Muhammed. Allah razı olsun. Allah razı olsun. Namazı qılaq, namazı qılaq.